Şey mahnıyla girmek istedim ama bazen olmuyor. Okey. Oynayırsansa ahıra kimi oyna. Yiyip içirsense ahıra kimi yiyip iç. Yatırsansa elə yatçı. Ancaq həyatın qanunları səni yuxudan durğuzsun. Premier Lig'e baxırsansa sonuna kimi sev. Okey uşaqlar. 21-ci tur Big Five. Əvvəlcədən deyim ki 5 dənə böyük klubumuz 5'e də uda bilmədi uşaqlar. Getdi açılış oyunu Big Five arasında uşaqlar. Fulham evde Craven Cottage Chelsea'ni qəbul edirdi. 22-ci dəqiqədə Chelsea 10 nəfərdən qalır. Kukurela son fol, təmiz qırmızı kart. Ondan sonra üstünlüğü isterseniz Fulham'a keçer, plus Fulham evde oynuyor. Şolar Raul Jimenez 55. dəqiqə hesab açır. Ama Chelsea təslim olmuş olar. Delap 72'də beraber 1-1. Yenə də 81-ci dəqiqədə şolar Wilson hesabı 2-1 eləyir. Fulham qələbə. Chelsea keçid dövründədir. Yeni məşqçi gəlib. Olabilir qışda transfer bazara çıxsınlar, kimi alsınlar. Chelsea keçid dövründədir. Vaxt lazımdır. Görək nə vaxt düzələcək. Şolar Fulham 2-1 qalibə. Keçirik növbəti oyuna. Çox qalmayaq burada. Manchester City Brighton. Şolar City'nin bilirdik itkiləri var idi. Guardiola itki, Ruben Dias itki. Əsas 2 dənə mərkəz mütəfəkkisi yox idi. Brighton gəldi səfərə. Birinci time City aşağı yuxarı yaxşı oynadı, pis oynamadı. Haaland 41-ci dəqiqədə gol vurdu. Şolar penaltidən təmiz penalti, dokun yıxdılar içəri, penalti şolar. Amma 60-cı dəqiqədə Mitoma çəkdi Daniel Ugula, yerlə vurdu. Qəşəng gol idi. 1-1 şolar. Ondan sonra da Gomez'in momenti var idi. Brighton'da boş qapıya vura bilmədi. City'nin 2 dənə əla şansı var idi. Bernardo vura bilmədi. Sonra Haaland 5 metrdən qapısının üstünə vurdu şolar. Oyun 1-1 qutardı. Sanki hamı City'ni silmişdi. Arsenal qələbə qazanacağı təqdirdə 8 xal olacaqdı xal fərqi. Amma belə bir şey olmadı. Neyse Arsenal'a gələndə danışarıq. Şolar 1-1 hələ hər şey qabaqdadır, belə deyim. Heç nə etməyib. Keçirik növbəti oyuna. Şolar Burnley Manchester United. Burada bir nəfər təbrik eləmək lazım şolar. Benjamin Şeşko dubl elədi şolar. Sanki ayağı açıldı. Düzdür, bir oyundan çox şey eləmək olmaz. Heaven şolar avtogol 13-cü dəqiqədə qıraqdan Prastel gəlir, uğursuz ayağını qoyur. Avtogol olur. 50-ci dəqiqədə Şeşko qəşəng gol vurur şolar. 60-da da Şeşko bir kasaniya Daniel Ugula qəşəng goldu da 2 dənə. Anthony şolar 66-cı dəqiqədə 2-2 elir. United'da da eyni sözlər aiddir. Keçid dövründədir. Yeni məşqçi gəlib, hələ ki Fletcher'dir. Ola bilər ki bu video çıxandan sonra baş məşqçi dəyişsin şolar. Müvəqqəti məşqçidən söhbət gedir burada. Yayda çox güman bir dəfəmlik kimsə gələcək. Yəqin proyekt ona tapşırılacaq. Onun üstündən iş qurulacaq. Şolar United'da səfərdə 2-2 oynadı. Burnley'ə qarşı. Keçək növbəti oyuna, axırıncı oyuna şolar. Turun oyunu. Arsenal Liverpool. Emirates Arsenal Liverpool qəbul edirdi. Oyundan qabaq hər şey Arsenalın qələbəsini göstərirdi. Plus turnir cədvəli 14 xal fərq var şolar Liverpool'la Arsenal arasında. 14 xal fərq plus oyun Emirates'də plus Arsenal birinci yerdə plus Liverpool'da Ekitiki yox idi zədəsindən. Salah Afrikadadır. İsak zədəldi. Sanki hər şey Arsenalın qələbəsini göstərir şolar. Stabil Liverpool deyil bu il. Arsenal ona baxanda çox stabildi bu il. Amma oyun el olmadı. Şöyle birinci time aşağı yukarı hardasa Arsenal'da bir damızı top oradaydı. Arsenal'daydı üstünlüğü. O da necə üstünlüğü? Pozisyonla ataklardı şolar. Belə yavna moment yox idi. Qabaqlamaq istəmirəm. Arsenal 4 dənə qapıya zərbə vurub, Liverpool 0 qapıya zərbə. Amma qıraqdan bir nəfər baxsa o oyuna deyərdi ki, məsəl üçün oyun da oradan 0-0 qutar. İkinci time çıxdı, Liverpool top üstünlüğü Liverpool'daydı. 52'ye 48. XG hardasa eynidir, top hardasa eynidir. Qapıya zərbələr saymıram çünki Arsenal zərbələri doğrudan təhlükəli deyildi. Hamısı qapıya getsə belə təhlükəlidir. Alisson üçün hamısı asan deyil. Şolar 0-0 Arsenal axırda Uglovoy'dan hardasa şans var idi Trossardla. Gabriel Jesus'la Gabriel Magalhaes bir-birinə məşəçilik elədi. Orada son saniyə idi bəlkə də normal toxunuş olsaydı gol ola bilərdi. Amma reallıq odur ki, şolar 0-0 6 xal fərq corner 8 eləyə bilərdi, eləyə bilmədi. 6 corner. Bundan da şu. Heç nə yox deyiləz. Arsenal 0, Liverpool 0. Hələ hər şey qabaqdadır. 21-ci tur belə getdi. Heç kim xal qazanmadı. City 1 xal, Arsenal 1 xal, Liverpool 1 xal.
Manchester United 1 xal, Chelsea 0 xal. Şolar. Sanki bir tur qabaqladılar bir-birlərini. Bir dənə də turnir cədvəlidim, ondan da yekunlaşdıraq şolar. Deməli, Arsenal 49 xal, birinci yerdə 21-ci turdan sonra. City 43 xal, ikinci yerdə Aston Villa 43 xal, üçüncü yerdə Liverpool 35 xal, dördüncü yerdə United 32 xal, 7-ci yerdə şolar. Chelsea 31 xal, 8-ci yerdə. 21-ci turdan sonra vəziyyət belədir. İnşallah 22-ci turda görüşərik. Hələlik şolar. Sağ olun.